Bax, deməli, y oxunu 2-də kəsdiyinə görə, xətti funksiyamızda y-ə dedik ki, 2 olan x-i 0 olur. Buradan bunu tapdıq. Funksiyanın biri hazırdır artıq. C funksiyası x-də 2 olduğunu bildik ki. İndi getdik ikinci funksiyadan danışmaq. Deməli, deyir ki, qulaqsa, İbrahim, x-i mənfi 1 olanda funksiyalar bir-birinə bərabər olur. Bax, x-in yerinə mənfi 1 yazıram, kvadrat yenir 1, alt, bərabərdir. Bu funksiyada da x-in yerinə mənfi 1 yazıram, cavab olur nə? Mənfi 1 üstə gəl 2. Buradan da a-nı tapmış olduq ki, nəymiş? 1 imiş, düzdür. A-nı da tapdıq. Deməli, bu funksiyamız nəymiş? X kvadratı. Qutarıq. Bax, funksiyanın ikisi də varımızdır. F-də G-də var. İndi F mənfi 2-ni istəyir. F-in mənfisini tapmaq üçün yerinə mənfi 2 yazıram. Mənfi 2 kvadratı olur nə? 4. Deməli, yazırıq bərabərdir. 4 üstə gələn 3 vuraq. G funksiyasının budur. 2 üstə gəl 2x. 3 üstə də 2 gələm. J'nin 8-i lazımdır. 8 üstə 2 gələm. 3-ü 5'ə vurdum 15. 15'dən 10'a çıxdım. 5. 5'in üstə 4 gəldim. 9. Tap. Deməli, funksiyaları tapdıq, düzəltdik. Yerdən qiymətləri qoyub cavablarını aldıq.